Today Press TV-nin redaksiyasına edilən növbəti müraciət Sultanova Aygünün şikayəti ilə əlaqədardır. Xanımın şikayəti isə övladının intiharı zamanı itkin düşməsi ilə bağlıdır. Aygün xanım iddia edir ki, oğlu Tural Sultanovu qanunsuz şəkildə 67 gün gəmidə saxlayıblar. Tural Sultanov niyə itkin düşüb? Hadisə necə baş verib? Ətraflı video sujetdə. Mənim oğlum həkim, ali savadlı, 4-5 dil bilən həkim idi. O, bu LTD şirkətinin Leyla Medical Center'ına müqaviləsi əsasında Caspian Protector gəmisində işləyirdi, həkim işləyirdi. O, bir ay orada ezam olunurdu, bir ay orada olurdu, bir ay evdə olurdu. Neçə il belə fəaliyyət 6 ildir fəaliyyət göstərirdi. 6 ildir tam şəkildə normal bir ay gedirdi. Müqavilə əsasında, bəli. Bu LTD Caspian, LTD şirkətinin Caspian Protector gəmisində Leyla Medical'ın müqaviləsi əsasında orada həkim işləyirdi. Bir ay gedirdi ora, bir ay evdə olurdu. Ən çox bir dəfə qalıb 45 gün. 4 il bundan əvvəl. Hətta 5 il olacaq. 5 il bundan əvvəl. O ən çox qaldığı vaxt 45 gün olub. 45 gündən artıq da qəti şəkildə olması, qəti şəkildə qanunsuzdur. Əslində onun burada müddətdən artıq tam şəkildə, çünki onun iş rejimi 30 gündür. 28-30 gün arası. 28-30 gündən sonra mütləq o ismin dəyişilməli idi. Anası bildirir ki, müqavilə əsasında Tural Sultanov 6 ildir ki, gəmidə həkim kimi işləyir və müddətdən artıq qanunsuz şəkildə saxlanılıb. Bəs hadisə harda baş verir? 25-ci ilin sentyabrın 27-sində saat 2-yə qalmış bu hadisə olub. Ondan bir gün qabaq 26-sında da mənim balam mənimlə danışır. Zəng edib mənimlə danışır. Sizlə həmsöhbət zamanı ümumiyyətlə hər hansı bir problem yaşadığını və yaxud da işdə nələrsə ola biləcəyi, neysə bir narahatçılığını sizdən bölüşür? Yox, o ümumiyyətlə o narahatçılıqları, iş problemlərini heç bir zaman danışmazdı. Xoşlamazdı ki, evdə o məni narahat eləsin, ya atasını narahat eləsin. Belə yüngül problemlərdən, çünki atası da həkim, yəni öz sahələrinə uyğun nəsə danışırdılar, amma başqa belə yüngül problemləri danışırdı, amma nəsə belə ağır problemlər olsun, nəsə o elə bir söhbət heç vaxt eləməmişdi, heç bir zaman etməmişdi. Aygün xanım onu da iddia edirdi ki, istintaq zamanı kamera görüntülərində görüb ki, dalğalı bir gündə bu hadisə baş verib. Oğlu intihar edən zamanda üzərək gəmidən uzaqlaşmağa başlayıb. Günəşli yatağında Çıraq 1 platformasında Caspian Protector gəmisi özə xilas edici gəmidir. Xilas edici gəmidə öz işçisin xilas edə bilməyiblər. Şikayətçi Aygün Sultanova onu da xüsusilə qeyd edir ki, oğlu həm idmanla məşğul idi, həm də peşəkar, üzgüçü idi. Mənim oğlum elə bir imtahandan, sınaqdan keçmiş ki, o gəmiyə işləməyə gedəndə. Vertolyotdan onu o burulğanın içinə atırlar ki, o situasiyadan çıxsın. Yəni o həmin imtahan sınağından çox gözəl də keçmişdi. Hələ indiyə kimi Leyla Medical Center'ın direktoru Sevda xanım özü deyir ki, indiyə kimi o imtahandan çıxan olmamışdı, ondan Tural çıxmışdı. O cürə üzgüçülüyü bilən bir oğul bata bilərmi 5 dəqiqə ərzində? Mümkündürmü? Nədən peşəkar üzgüçü, təcrübəli doktor Tural Sultanov intihar edərək özünü dənizə atsın? Bizi də məhv edən odur. Bütün ailəmizi məhv edən odur. Niyə? Səbəb nə idi? Ev alıb, evinə mətbəx mebeli yığdırır. Özü, inanın ki, itkin düşəndən sonra mən onun neçə dənə idman alətin təzə alıb, qoyub gedib istifadə etməmiş ki, yəni gələndə istifadə edəcəm də mən onu. O idman alətlərini sonra görmüşəm. Yəni bir insan intihar etmək fikrində olan biri bu şeyləri edərdimi? Ev alardı. Yəni həyat dolu insan idi. Həyat doluydu.
həyat dolu idi. O, yəni kimlərlənsə sosiallaşmaq, neynəməklə ağarmaq, o məsəl üçün gəmidə o ekipajda uşaqlar deyirlər ki, biraz hər adamdan danışmırdı, nə bilim də yəni kontakta girmirdi. O ümumiyyətlə heç bir adam, çox adamdan kontakta girmirdi. Amma bir ailə, deyirəm də bir-iki dost, ailəli dostlarımız vəssalam. Ana onu da iddia edir ki, övladının intiharı bu səbəbdən müəmmalıdır. Özün batırmaq istəyən bir adam ağır batinkanı çıxardıb, corabı çıxardıb, saatı çıxardıb, telefonu çıxardıb qırağa qoyub suya atılarmı? Batırmaq istəyən adam ağır batinka ilə tullanar ki, qoy o ağırlıq məni çəksin aşağı. O niyə çıxardıb onu? Hadisə zamanı Tural Sultanovun xilas edilməsi üçün xilasedici qüvvələr cəlb olunubmu? Böyük gəmidir, 61-62 metrlik gəmidir. O özün atandan sonra qayıqlar düşür deyə kamera atırlar ki, kameranı tutsun ki, qəbul eləmir güya. Sonra onlar yaxınlaşana özün batırır. Bir professionalcasına üzən bir insan özün heç bir zaman batıra bilməz. Heç bir zaman batıra bilməz, bu bir. İkincisi, bu xilas etmə gəmisidir. Niyə görə? O xilas etmə gəmisində bir dənə radalaz yox idi mi ki, düşsün suya? Heç kəs düşmür ki, dalğa hündür olur. Dalğa hündür olursa, bu necə dalğaya sarı üzə bilər? Bir insan dalğaya sarı üzərsə, o dalğa onu mütləq qaytarmalıdır. Amma biz onu görmürük orada. Sultanovlar ailəsi həmçinin bu qurumlardan şikayətçidir. Ən əsas bizim şikayətimiz də, narazıçılığımız da ən əsas bu ETD şirkəti, bir də Leyla Medical Center. Bu ikisindən narazıyıq biz. Niyə o qədər müddətdən artıq mənim övladım orada saxlayıblar? Niyə ona əvəz edici həkim göndərməyiblər? Niyə bu qədər qanunsuz iş görüb, qanuna tam şəkildə qanunda bunlar güya haqlı çıxardırlar özləri? Niyə? İstintaq işi başa çatıbmı? Xeyir, çatmayıb. İstintaq işi niyə başa çatmayıb? Çünki ortada deyir, nə ölü var, nə diri var. Mənim övladımı axtarmırlar. Sultanova Aygün xanım onu da əlavə etdi ki, oğlu Tural hər dəfə gəmiyə sertifikatla buraxılırdı. Bir dəfə onun o buraxılış vərəqəsi, sertifikatı evdə qalmışdı bir neçə il bundan əvvəl. Bir gün onu saxladılar orada onu. O yox idi deyə evdə qalmış. O gedib çıxınca onu ora buraxmadılar. Yəni gəmiyə gedə bilmədi. Gəmi də ona görə də, çünki o həkim mütləqdir orada dəyişilirdi. O da maraqlıdır ki, müxtəlif gəmilərdə belə hadisələr baş verir. 30 il gəmi kapitanı olmuş Sadiq Tağıyev Today Press TV-yə bildirib ki, gəmidə müqavilə ilə fəaliyyət göstərən müxtəlif sənət adamlarının psixologiyası da müxtəlif olur. Xaricdə olanda 5-6 ay işləyirsən, özün də ki, bilirsən ki, sən xaricdəsən, evdən çox uzaqdırsan. Amma burada Bakıda insan, sən orqanizm belə şeysə, ölü adaptasiya olursan, ölgəşirsən də, buna orqanizm də ölgənir bunun hər bir şeyini, özün də insan. Bilirsən ki, bir ay, amma günü sayırsan, insan belə məxluq ki, yüzəşə kişi oturub günü sayılır kalendarda. Elə bir şey deyilir, məsələn, ayın birindən birinə də, ayın 25-in səbirsizlə gözlür. 25-inə qədər gün getdi. 25-indən sonra durub gözünü açdın, yolunu bir də ayın biri oldu. Zaman gəldi, düşdün get. Beləsinədir. O darıxma həmişə olur. İnsanlar insana çox var, elə xanım. Elə insan var, eləyir, elə insan var ki, elə heç nə təsir eləmir. Elə nə bax, buraxılar düşür gedir, heç bir. Amma insan var, ayağın dirir olar ki, mən getmərəm, bir addım getmərəm. Düşməliyəm zaman ömür. Yəni, belə şeylər var. İnsanlar insana çox var. Maraqlıdır. Baş vermiş intihar hadisəsi ilə bağlı cavabını tələb edən bir çox suallar yaranır. Doktorun intiharına səbəb nə ola bilər? Gəminin göyərtəsində mühafizəçilər hadisə zamanı həkimə nədən mane olmayıblar? Aylar keçsə də nədən Tural Sultanovun nə dirisindən, nə ölüsündən bir xəbər yoxdur? İntihar səbəbləri tam araşdırılırmı? Güman edirik ki, hadisə səbəbindən yaranmış suallar cavabını da tapacaq. Sultanovlar ailəsi də əsl həqiqəti tezliklə öyrənəcəklər. Vüsalə Nəciyeva, Today Press TV.